Əbülfəz bəy Məhəmməd Əmin Rəsulzadə ilə bağlı deyirdi ki, Məhəmməd Əmin Rəsulzadə bir dəryadır. Mən düşünürəm ki, elə Əbülfəz bəy özü də bir dəryadır. Amma dəryanı hər adam sevənməz. Üzməyi bacarmayanlar, orientasiyanı itirənlər, Əl-Fərabidən, İbn Sinadan, Şəhabəddin Sührəvərdidən, Şeyx Səfiyyəddindən, Tusidən, Şah İsmaildən, Məhəmməd Əmin Rəsulzadədən, Atatürkdən anlamayanlar Əbülfəz İlçibəy adında bir dəryanı sevə bilməz. Əbülfəz İlçibəy elə bir dəryadır ki, kimisi o ümmanda qərq olur, kimisi o ümmanda öz sörəyini qazanır, kimisi də o ümmandan milləti üçün, vətəni üçün, dövləti üçün və gələcəyi üçün hər formada, həm enerji kimi, həm su qaynağı kimi, həm elm qaynağı kimi, həm ruhi qida kimi istifadə edir. Əbülfəz Elçibəyləri zaman hər zaman yetirmir. Amma bizim xoşbəxtliyimiz ondadır ki, Türk milləti o qədər böyükdür ki, hər 100 ildə bir neçə dənə elçibəy yetirir. İstəsəz deyim, 15-ci əsrdə Qara Yusiflə Həsən bəy Bayandırı, 16-cı əsrdə Şah İsmaili, Sultan Səlmi və digərlərini, 20-ci əsrdə Məhəmməd Əmin Rəsulzadəni, Atatürkü, Əli bəy Hüseynzadəni, İsmail bəy Qaspıralını və digərlərini yetirdi. 21-ci əsrdə də yəqin ki, xalqımız daha böyüklərini, yeni elçibəylər yetirəcək.